nə vaxtsa neftə çevrilə bilərik? İnsan bədəninin qazıntı yanacağına çevrilə biləcəyi nəzərə ehtimalı var, lakin bunun üçün bir neçə inanılmaz şərt tələb olunur. Fosil yanacaqlar tez-tez dinozavrlarla əlaqələndirilsə də, fosil yanacağa çevrilən orqanizmlərin çoxu daha kiçik ölçüdə idi və planetimizdə hələ dinozavrlar peyda olmazdan uzun illər əvvəl ölmüşdü. Fosil yanacaqlar dinozavrlar və ya insanlar qədər mürəkkəb olmayan ölü orqanizmlərin parçalanmasından əmələ gələn karbon birləşmələrdir. Kömür, neft və təbii qaz milyonlarla il əvvəl mövcud olmuş, qədim flora və faunadan əmələ gələn əsas qazıntı yanacaqlarıdır. Kömürün tərkibində bir vaxtlar bataqlıq meşələrində bitən bitkilərdə olan enerji var. Sonra bu bitkilər dibə çökərək oksigen çatışmazlığı olan mühitdə qismən parçalanaraq torfa çevrilib. Sonra bataqlıqlar qurudu və torf digər materiallarla örtüldü. Təzyiq və yüksək temperatur bitki materialını kömürə çevirdi. Neft əsasən tarixdən əvvəlki okean sularında başlayan oxşar proseslər nəticəsində əmələ gəlir. Qalıq yanacaqları bu gün istifadə etdiyimiz karbohidrogenlərin əmələ gəlməsinə səbəb olan 100 milyonlarla illik spesifik və mürəkkəb proseslərin nəticəsidir. İnsanların qalıq yanacaqları əmələ gətirən eyni transformasiya prosesinə məruz qalması isə çox az ehtimal olunur. Ona görə də neftə çevrilmə ehtimalımız azdır.